Bir hekayəni danışacağım. Yaxınları bir pasiyentim eləmişəm bu seansı. Deməli, xanım deyir ki, mən uşaq vaxtı çox kasıb bir ailədə böyümüşəm. Atam, anam hər tez-tez dalaşardılar. Anam tez-tez məni döyərdi. Nəsə bu situasiyalar yaşayır və deyir ki, uşaq vaxtı hər zaman xəyalını qururdum ki, mən bir gün ailə gələcək və deyəcək ki, biz səni evladlığa vermişdik və səni aparmağa gəlmişik. Onlar da çox imkanlı olacaqlar falan filan deyə xəyalını qurub belə yatırdım. Və deyir, böyüdüm və yoldaşımla tanış olarkən onlar çox imkanlı ailə idilər. Mən onunla evləndikdə qaynanama, qaynatama ana və ata deyirdim. Sanki ikinci bir ailə tapmışammış kimi hiss edirdim. Ürəkdən ata deyirdim, ürəkdən ana deyirdim. Və yavaş-yavaş fərqinə vardım ki, mən valideynlərimin yerinə o qaynanamı və qaynatamı qoymuşam ki, yoldaşımı da qardaşım kimi seçmişəm. Onunla münasibətim bacı-qardaş kimidir. Elə bil özümə ikinci bir ailə seçmişdim. Xəyalımda qurduğum o ailə sanki gerçəkləşmişdi. Halbuki mən ailə həyatı qurmuşam. Amma sən demə, şuur altında o ailə obrazı bu şəkildəymiş. İndi biz bu xanımla işləyirik. Bir çox inancları, proqramları, şuur altı qorxuları artıq üzə çıxıb onu dönüşdürməklə məşğul olub. Qızlarımız, sizə səslənirəm. Xilaskar axtarma, ata obrazı axtarma, qurtarıcı axtarma. Çünki bilirəm, başa düşürəm, bəzən evdən qaçmağa çalışırsan, evdəki mamadan və ya papadan olan o situasiyalardan, o xaosdan yorulub qaçırsan, bəzən işləməkdən yorulub qaçırsan, bəzən yüklərin kimsə sənə kömək etməsi üçün qaçırsan. Amma bil ki, yağışdan çıxıb yağmura düşəcəksən. Daha da ağır olacaq həyat sənin üçün. O yüzdən nə qədər ki, həll edilə bilən məsələlər var ki, daha rahat olur subay ikən bunları həll etmək. Evləndikdən sonra daha da çətinləşir. Elə bil ki, 5x, 10x-ə qatlanır. Və himayə bir ailə axtarma. Başqa bir ana, ata axtarma. Əks halda yoldaşın sənə ər yox, valideyn, qardaş, bacı olar.